Salam, bugün sizlərə həndəsədə üçbucağa aid olan qaydalardan birini izah edəcəm. Üçbucaqda 2 dənə daxili bucağın cəmi özünə qonşu olmayan, yəni həm A-ya, həm də B-yə qonşu olmayan xarici bucağa bərabərdir. Yəni, x bərabərdir A üstə gəlinsin B. İndi bu qaydamıza əsasən burada verilən testimizi həll edəcək. 2 dənə bucağın cəmi özünə qonşu olmayan xarici bucağa bərabərdir dediyimizə görə 30 ilə 20-nin cəmi bizə 50-ni verir. Burada 90 dərəcəli bucağımız var, burada 90 dərəcəli bucaq verir. Eyni zamanda burada verilən bu üç bucaq bərabər yanlı üç bucaqdır. Nəyə görə? Çünki həm hündürlüyümüz var, həm də medianımız. Bu qayda həm bərabər tərəfliyə, həm də bərabər yanlı üç bucağa aiddir. İndi dedik ki, bu üç bucaq bərabər yanlı üç bucaqdır. O zaman bərabər yanlı üç bucaqda oturacaqlar birləşik bucaqlar bir-birinə bərabərdir. Bura 50-dirsə, burada 50 olmuş olur. O zaman bura 50, burada 90. Eyni zamanda 90 dərəcəli üç bucaqda bir bucaq 90 dərəcədirsə, digər bucaqların cəmi də 90 dərəcə edir. O zaman bura 50-dirsə, x-imizə də 40 qalmış olur. İndi isə dediyim qaydaları tətbiq edərək bu sualdan alfanı tapıb cavabları yaza bilərsiniz.